Herkese salam kızlar, kanalıma xoş gəlmisiniz. Təzə bir vlog başlayıram. Təzə mənim Temudan sifariş elədiyim 95 manata planşetdə sevdiyim verilişi qoşuram və başlayıram yavaş-yavaş işlərimə. Bu veriliş çox köhnə verilişdir. Mənim uşaqlıq vaxtlarımda baxırdım ona. İndi isə təkrar seriyaları YouTube-a yükləyirlər. Mən də baxıram. O vaxtın paltarları, makiyajları dəhşət maraqlıdır. Bu verilişi izləyəndə sanki uşaqlığıma qayıdıram. Deməli, dünən axşam konkret nastroyeniyam korlandı. Axşam özüm üçün plan cızırdım ki, sabah, yəni növbəti gün nə eləmək planlaşdırıram. Girdim Temuya ki, baxım görüm hansı gəlal nöqtəsində neçə bağlama var. Baxarkən isə birdən görürəm ki, 2 dənə mənim bağlamam, özü ki, böyük bağlamalar kiməsə dünən təhvil verilib. Vaxt oca gecə vaxtı idi, oca heç yerə zəng eləyə bilmədim, amma çox narahat qaldım. Adətən gedib gəlal nöqtədən öz bağlamanı götürəndə orada yazılır ki, müştəriyə təhvil verildi. Hətta saat da qeyd olunur ki, hansı saatda konkret müştəriyə təhvil verilib. 14:00-da 2 bağlamanı da kiməsə veriblər. Hətta mənə Temudan mail də gəlib ki, alış-verişinizə görə təşəkkür edirik və s. Mən də nə yalan deyim, çox narahat qaldım. Çünki orada çoxlu paltarlar var, xeyli pul xərclənib. Lap xeyli pulla olmasın, 5-10 manat olsun, yenə də insan pis olur. Amma bu 2 bağlamada toplam 350-400 manatlıq mal var. Ona görə bugün təcili gedəcəm ora. Hava bugün bayırda dəhşət istidir, baxmayaraq ki, saat 9-dur elə. Saçımı belə yığdım, amma gələndən sonra çinməliyəm. Deməli, makiyaj eləmək istəmirəm. Sadəcə bu SPF-i tətbiq eləyəcəm və kifayət. SPF-siz evdən çıxmaq olmaz, bunu unutmayaq. Rayona gedəndə isə unutmuşdum. Bu videoya qızlar 10.000 like gələn ki, mən sizin üçün təzə bir video atıram. Həmin məqam, yəni ki, yarım saat, 1 saat ərzində 10.000 like yığa bilirsinizsə, sırazu təzə video çıxır. Özü də ki, uzun, maraqlı, bol. Dünən rəfiqəmlə danışıram. Məndən 7 il böyükdür və 1-2 dənə ağ tükü çıxıb və o qədər narahatdır buna görə. O qədər pis olub, sanki depressiyaya düşmüşdü. Mən də ona başa salıram ki, mənim az qala 20 yaşımdan ağ tüklərim var idi, indi lap çoxalıb. Sən məndən 7 il böyüksən və ilk ağ tükün başında görən kimi pis olursan. Bir dəfə başıma belə bir şey gəlmişdi Starbucks'da. Orada Trendyoldan sifariş elədiyim tem paleti idi. Birdən baxıram ki, yazılıb ki, oca təhvil verilib. Mən də heyecanlı əsə-əsə getdim gəlal nöqtəsinə və mənə təhvil verdilər. Dedilər ki, bu da sizin bağlanmanız. Və başa düşmədim, niyə görə tarix, saat, dəqiqəyə qədər mənə yazmışlar ki, təhvil verildi bağlamanız. Bir sözlə biraz narahatam. Təsəvvür edin, dünən axşamdan o qədər narahatam ki, bugün səhər 8-də durmuşam. Halbuki Expargo saat 10-da açılır. Gələndə isə burada mənə bildirdilər ki, 10 gündən çox bağlama qalanda uca avtomatik olaraq sistem özü yazır ki, təhvil verilir. Ona görə heç bir problem yoxdur. Vay, bu qədər böyük olacağını heç gözləmirdim. Düzdür, o qədər də ağır deyil, amma böyükdür həcmləri. Özdə ki, bilirsiniz tema nədir? Deməli, siz bir bağlamanı götürüb digəri sabah götürə bilməzsiniz. Əgər bağlamalar gəlibsə, hamısını gedib götürməlisiniz. Yəni, hamısını çıxartıb sizə təhvil verirlər. Necə aparacaqsınız? Bu sizin probleminizdir. Həqiqətən güclə daşıdım. Bağlamalar elə bu da var. Bu mamanın bağlamasıdır və özü açsın istəyirəm. Bilmirəm, videoda göstərim sizə və yaxud yox. Rey bölməsində yazın böyük bədən paltarlardır. Bunlar isə yay paltarlardır. Hansılar ki, mən özüm üçün sifariş eləmişəm. Kondisioneri yandırmağına yandırmışam, amma bilmirəm, bu səs sizin əsəbinizə toxunacaq və yaxud yox videoda. Planşet misal üçün nəyimə lazım idi. Misal üçün buradan sırazu baxıram qiymətə və sizə deyirəm, bir də telefonu ştativdən çıxardıb, baxıb tezdəndən salmaq ehtiyac yoxdur. Bir-bir buradan baxacağım və sizə qiymətləri deyəcəm. Həmişə sizə şikayətlənirdim ki, Temudan sifariş elədiyim şalvarlar hamısı mənə qısa gəlir və həqiqətən elə olurdu. Mən də gördüm ki, bu şalvarda yazılmışdı ki, tall woman, yəni ki, uzun xanımlar üçün nəzərdə tutulub bu şalvar və ən balaca razmerində götürmüşəm. Rəngi həqiqətən çox gözəldir. Ucu açıb baxmışam, uzunluğu da qəşəngdir. Qiyməti 21 manat idi, razmer olaraq isə XS götürdüm. İlk öncə onu deyim ki, wow dərəcədə uzun deyil. Yəni ki, mən bundan qat-qat uzun gözləyirdim.
götürdüm. Və maraqlısı odur ki, razmer değişiləndə, misal üçün böyük razmer götürürsünüzsə, uzunluğu da uzun olur. Misal üçün eyni model şalvarın XS razmerin uzunluğu 90 cm-dir, amma XL 110-dur. Bunu necə düşünüb və bu qərara gəliblər, heç özüm də bilmirəm. Yəni ki, çox məntiqsiz bir şeydir. Arıq uzun insan ola bilməzmi? Bəyən və yaxud kök balaca boy ola bilməzmi? Bu strategiya mənə heç çatmır, amma fikir versəz, Temuda əksər şalvarlar belədir. Çox da fikir verməyin, tələm-tələsi ütüləmişəm, amma yenə də çox bəyəndim. Yay üçün ideal şalvardı, uzunluğu da yaxşı oldu mənə. 2 dənə mini çanta sifariş eləmişəm. Birini mama üçün, o birisini isə hədiyyə kimi. Amma deməyəcəm kimə almışam. Çünki sürpriz olsun deyə. Şəkildə daha böyük görünürdü, nə yalan deyim. Gələndən sonra baxıram ki, xeyli balacadır. Mama ümumiyyətlə belə çantaları çox sevir. Yalnız telefon yerləşsə onun üçün kifayətdir. Orada yazılmışdı ki, bu təbii dəridir. Həqiqətən elədir. Yerlərdə də hamı yazırdı ki, təbii dəridir. Nədənsə videoda heç yaxşı və keyfiyyətli düşmür, amma real həyatda inanın mənim səmimiyyətimə çox gözəl. Qiyməti isə 26 manat idi. Uzun qulpu da var, amma mama heç vaxt belə uzun qulpla istifadə eləmir. Sadəcə belə bir şey taxır və salam. Onun çantaları hamısı belə tipdədir. Sırası ikincisini də göstərim sizə. Bunun qiyməti isə 6 manat idi. Göstərdiyim hər bir məhsulun linki videonun açıqlama hissəsində olacaq. Keçid edib siz də sifariş edə bilərsiniz. Açığı bunu çox da bəyənmədim, amma 6 manata nə gözləyirdim, o da var. Bunun da belə qulpu var, amma mən əslində bunu daha böyük təsəvvür edirdim, amma çox balaca gəldi. Bir kışlok razmerində də hardasa. Gözümə sataşdı. Çox maraqlı bir model. Cins şalvar. Fərqli bir modeldir. Ən balaca razmerində götürdüm və qorxurdum ki, yenə də uzunluğu mənə qısa olar, amma yox, yaxşı olduğuna görə saxlayacağam. Ümumiyyətlə bu sifarişdə nə görürsünüzsə hamısını saxlayıram, heç birini qaytarmıram. Çox gözəl, keyfiyyətli cinsdir. Qiyməti 23 manat idi. Düşünürəm ki, 23 manata burada şəhərdən belə şalvar mən əsla tapa bilmərəm. Amma qəşəng ütüləmək lazımdır. İndi bir-bir bunları ütülüyüb, geyinib öz üzərimdə də sizə göstərəcəm. Sadəcə bu videonun içinə əlavə edəcəm. Eyni cür model şalvarlar məndə dəhşət çoxdur. Ona görə fikirləşdim ki, maraqlı və fərqli bir şey sifariş edeyim. Bu şalvarı görən kimi xoşuma gəldi. Düzdür, bəlkə də bir razmer böyük olsaydı tam modelin üzərindəki kimi görsənərdi. Amma mən bu şeylərdən əvvəl dediyim kimi yorulmuşam. Ona görə kip modellərə daha üstünlük verirəm. Xoşuma gəldi. Əsas da ki, uzunluğu pis deyil. Bu arada mənim boyum 1.65-dir qızlar. Əgər siz 1.65-dən yuxarısınızsa, çox güman ki, bu model sizə qısa olacaq və yaxud böyük razmer almalısınız. Mənim fikrimcə qızlar, iminə bu kofta ilə bu şalvar tutmur. Daha kip bir model lazımdır və yaxud bəlkə də crop geymək lazımdır. Çünki belə eləyəndə tam şalvarın gözəlliyi örtmüş olur. Ona görə bu şalvarı nə qayış lazım deyil, nə də ki, üstünü örtən bir kofta. Elə paltarlar var ki, hər şeylə gedər. Yəni ki, ona rus dilində deyirlər baza modellər. Ona görə mən də özüm üçün kroplardan bezərək belə bir set sifariş elədim. Şortiklərlə, qısa ətəklərlə, fərqli rənglərdə belə topiklər. Bunlar isə göbeği açıq deyil. XS razmerində götürdüm. Amma bir dənə baxın razmerinə, yəni ki, böyük gəlirlər. Ona görə sizə də məsləhət görürəm. Çox da böyük almayın. Yaxşı ki, S almamışam. Çünki baxın nə boydadır. Bu XS deyil də. Yəni ki, çox arıqsızsa bunları sifariş eləməyin, çünki böyük qalacaq. Son zamanlar aşağı bel şalvarlar dəhşət dəbdədir və onlarla birlikdə geyinməyə bu kroplar, krop deyil daha doğrusu topikdir. Bu topiklər qəşəng gedər. Birdən baxın, şalvar başlayan yerdə kofta bitir. Məncə ideal uzunluğa malikdir, çox xoşuma gəldi. Deməli, setdə 4 dənədir, fərqli rəng, eyni material, eyni razmer. Yəni ki, bəzən elə olur ki, setin içində bir neçə dənədir, biri böyükdür, biri balacadır. Bunlar isə eynidir, çox gözəldir. Burada astarı var. Yəni ki, alt paltar geymədən siz rahatlıqca bunları geyinə bilərsiniz. 4 dənəsinin qiyməti isə 23 manat idi. Mən düşünürəm ki, yaxşıdır. Bunun rəngi sanki biraz solub kimi görünür videoda. Amma əslində sadəcə bej bir rəngdir. Hər dəfə bunu geyinəndə hamı soruşur ki, hardandır bu ətək? Yadınıza gəlirsə bir vlogda sizə göstərmişdim, necə gedib alıram, Zara'dan almışam. Amma buna bənzər cins ətəkləri Stradivarius'da da doludur. Belə videoları izləyəndə mama həmişə deyir ki, bekarsan, hamısı onsuz da eyni şeydir. Birini giy, göstər, qanları prosta əlində göstər ki, baxın, belə rəngləri də var bunun. Və salam, niyə baş və ağrıdırsan, bir-bir hamısını ütülə, giy, bir-bir göstər öz üzərində. Amma məncə
məhz buna görə zəhmət çəkirəm deyə videolarım yaxşı izlənilir. 100% bilirəm ki, bu ayaqqabıları mamaya göstərsəm, deyəcək ki, bu nədir? Hansı ağılına bunları almısan? Bəlkə də siz də elə deyəsiniz. Hətta qiyməti də o qədər də aşağı deyil idi. 40 manata yaxın pul vermişəm mən bunlara. Amma çox xoşuma gəldi. Bir dənə baxın necə fərqli və maraqlı modeldir. Həm də ki, bilinir ki, həqiqətən keyfiyyətli bir ayaqqabıdır. İndi razmerinə baxın. 35 razmer götürmüşəm. Ümumiyyətlə, yay ayaqqabıları çalışıram. Mümkün qədər balaca götürüm. Çünki ayağım balacadır. Bəzi şortiklərinə çox gözəl kombinlər yığmaq fikirlərim var. Bunun korичневый rəngi də var, qarası da var. Mən qarasını götürdüm. Yəni ki, ola bilər ki, Temu üçün ayaqqab hardasa 40 manat bahadır. Amma inanın ki, çox gözəl keyfiyyətə malikdir. 5 manatlıq ayaqqabı deyil. Bəlkə də mağazalarda bizdə şəhərdə bunlar 90-100 manata olar. Çox xoşuma gəldi. 100% qalır. O qədər bunlar ayağı da rahatdır. Bilirəm ki, siz yazacaqsınız ki, nə ayaqqabıları alıb. Yadınıza gəlirsə, Stradivarius'a gedəndə oradan şalvar alarkən mən bütün ayaqqabıları bəyənmişdim. Yəni ki, birə-bir bunlar idi. Sadəcə qiyməti 60 manat idi. Mən Temu'da gördüm ki, eyni bunlardan var. Keyfiyyəti də çox gözəldir. Qiyməti isə cəmi 17 manatdır. Mən də fikirləşdim ki, bu fürsəti əlindən qaçırtmaq olmaz. Bu arada məhsulların hamısının linkləri videonun altında mən qoyacağım. Razmeri 36'dır, amma mənə elə gəlir ki, biraz böyük qalacaq. Bir dənə baxın, bir balaca böyükdür mənə, amma əslində belə də geyinmək olar. Sadəcə girdim baxmağa, gördüm ki, bunun bir razmer balacası da var. Bəlkə də bunu qaytarıb öz razmerini sifariş edərdim. Sadəcə paketləri qarışıq salmışam. Bilməm hansı paketdən bu çıxmışdısa, ona görə qalır. Belə qızlar yayda, mən belə tipli ayaqqabıları çox sevirəm, ürəyim gedir. Yəni ki, kabluk zad geyməyi xoşlamıram, çünki ayaqlarım tez yorulur. Ağ belə bir kofta götürdüm. Şəkildə çox incə və zərif görünürdü. Mən də almayıb keçə bilməzdim. Yay üçün cins şortiklərinə və yaxud cins koftalarına məncə yaxşı görsənəcək. Düzdür, hal-hazırda ütüsüzdür. Bəlkə də bir o qədər gözəl deyil. Qiyməti isə cəmi 14 manatdır. Nə qədər çalışsam da arxadan mən bunu normal bağlaya bilmədim. Evdə də təkəm. Nə qreyb yoxdur, belə göstərərəm. Düzdür, bu ətəklə geyməyi planlaşdırmıram, cins şalvarla geyinəcəm. Arxası isə belədir, burada bağlanılır. Otaq biraz qaranlıqdır, həm də ki, əlavə işığı qoymamışam. Ona görə ağ biraz boz görünür, amma əslində tüm ağdır. Payamız get-gedə azalır. Belə bir ayaqqabı götürdüm. Bu ayaqqabının yaşıl rəngi də var idi. Mən isə belə korичневый götürdüm. Çox yumuşaq materialdır. Eyni bununla bir şəkillə olan başqa modellər var idi. Onlar daha baha idi. Məncə onlar daha keyfiyyətlidir. Bunları isə 15 manata almışam. Bir tərəfdən düşünürəm ki, belə yumuşaq olmağı bəlkə də yaxşıdır. Çünki ayağımı vurmayacaq, sıxmayacaq. Ona görə bir sezon belə cinslərin azadına geyinmək olar. Belə görünür ayaqdan. Eyni ayaqqabının şəklidir. Bir yerdə 35 manatadır elə Temu'da, bir yerdə isə 15 manatadır. Mən də getdim 15 manatlığı sifariş elədim, amma indi görürəm ki, 35 manatlıq alan insanların reyləri və bu ayaqqab eyni şey deyil. Baxın, mama həmişə deyir ki, qonaq evə gələndə, xüsusən də kişilər gələndə, evdə ev tərliyi bizdə yoxdur, bilmirsən, nə tapıçka verəsən. Ona görə belə tapıçkalar sifariş eləmişəm. Qəşəngdir, pis deyil. Endrimə düşmüşdü, ona görə götürmək istədim. Sırası gərək 2 dənə cüt alardım. Mən belə full qiymətləri deyirəm sizə, amma məndə promokod da var idi. Axırda onu da istifadə elədim. İndi bilmirəm, hər məhsula nə qədər endrim olsa, onu bilmirəm. Və əsas mənim çəkilişlər üçün lazım olan 2 dənə məhsul. Bunu çoxdandan kəşki alardım. Bu deməli uzun bir ştativdir. Hal-hazırda mən videoları çəkən ştativ indi göstərəcəm sizə. Çox balacadır. Və mən həmişə məcbur idim onu başqa bir stula qoyum. O da o stuldan düşür və s. Çox əziyyət çəkmişəm. Lazımsız o qədər şey şüya alıram. Həqiqətən lazımlı bir şeyə əlim çatmırdı. Burada belə bir şey. Necə qəşəng bağlanıb da özünlə harasa apara bilərsiniz. Materialı bunun alüminiumdur, 38 manatadır. 100.000 niyə görə verilib burada komplektdə? Çünki burada pult var, onunla göy yandırıb söndürürüz, amma heç vaxt istifadə eləmirəm. 1.80-ə qədər uzanır.
Və sonuncu yeni ştativə aid bir məhsuldan ştativim var. Bu hissəsi sınıb və mən onu rayona aparmaq istəyirdim. Amma rayonda da sınıq ştativi mən yeyinirəm. Ona görə başlığı aldım ki, heyfdir də ştativi hamısını tullamayım. Bunu deməli cəmi 3 manata almışam. Halbuki ştativ bir 15 manatadır. İndi göstərəcəm. Arxa kadrlardan biraz göstərim sizə. Deməli bura mən telefonu həmişə qoyuram və sizin üçün videolar çəkirəm. Bu da həmin bu hissəsidir. Bir belə ştativin bu hissəsi sınmışdı. Ona görə təzəsini aldım. Ümumiyyətlə zapasa bir neçəsini alıb qoysam daha yaxşıdır. Çünki imенно bu hissə tez-tez sınır. İndi isə sizə bunun maksimal uzunluğunu göstərmək istəyirəm. Yəni ki, bundan o tərəfi uzanmır. Təxmini başa düşəsiz deyə yanında stulu da qoyuram. Görürsünüz. Bu kifayət eləmir təbii ki. Bəzən mən istəyirəm kadrı yuxarıdan götürüm. Ona görə illərdir əziyyət çəkirəm. Əsas da ki, ev təmizliyi zad eləyəndə lazım olur yuxarıdan kadr götürmək. Mən də sırası bahasını götürdüm. Keyfiyyətlisini. Ümid edirəm ki, yaxşı olar. Все, açdım mən bunu. Materialı alüminyumdur və nə qədər bundan uzundur. Bu uzunluq isə mənə tam kifayət eləyir. Kaş ki birini də alım və təzə evə qoyum. Orada da çəkilişlər eləyəndə evləndən sonra lazım olar mənə. Misal üçün bu ütüləyən hissələri mən bu ştativlə çəkmişəm və siz də mənə deyə bilərsiniz ki, bu rakursdan sənin videoları çoxdandandır ki izləyirik. Siz bunu bilmirsiniz, amma mən konkret əziyyət çəkirdim. Stul getirirdim, stulun üstünə ştativi qoyurdum, sonra narahat qalırdım ki, birdən oradan düşər, birdən nəsə olar. Misal üçün kənddə sizə çəkmək istəyirəm, necə həyətləri süpürürəm, bilmirəm telefonu hara qoyum. Həm keyfiyyətli bərkdir, yəni ki, narahat olmayacağam ki, düşər, sınar, nəsə olar, həm də ki, tam yuxarıdan kadr götürüb qəşəng videolar çəkə bilərəm. Ona görə qızlar, siz də YouTube üçün və yaxud Instagram üçün videolar çəkirsinizsə, sizə də lazım olar və yaxud bəlkə də sadəcə o şəkilləri çəkmək istəyirsiniz, ştativa qoyub, yəni ki, belə şeylər üçün çox gözəldir. Çox məsləhət görürəm. Yəni ki, işimi o qədər asanlaşdırdım. Mən isə burada durmadan planşetdən istifadə edirəm, durmadan videoları izləyirəm, baxıram, yoxluyuram. Çünki mən Instagram üçün bir dənə Reels çəkmək istəyirəm. Öz fikirlərimi planşet haqqında onu tam mükəmməl öz fikirlərimi sizə ifadə eləmək üçün mən demək olar ki, hər dəqiqə qurdalanıram bu planşetlə. Bir də ki, rey bölməsində məndən soruşurdular ki, kamerası necə çəkir? Çox pis çəkir. Əgər iPhone-la müqayisə edirsinizsə, vəbşə pis çəkir. Amma gəlin səmimi olaq və reallığına qayıdaq. 5000-lik telefon və 100 manatlıq planşet eyni çəkə bilməz. Bunu sadəcə qəbullanmaq lazımdır. Ən çox özümdə bəyənmədiyim xüsusiyyət bilirsiniz nədir? Dəhşət narahat insanam. Baxmayaraq ki, heç nə olmayıb. Bugün saat 8-dən oyağam. Halbuki bilirəm ki, Expargo saat 10-da açılır və başqa heç bir iş görə bilmirəm. Bir mövzu ilə bağlı narahatçılığım varsa, başqa işləri görə bilmirəm. Bugün dedim ki, daha 8-də durmuşam. Heç olmasa dünən çəkdiyim bu kanal üçün videonu rus kanalı üçün tərcümə eləyərəm. Kakras 2 saat vaxtım var. Heç onu da eləyə bilmədim. Mama ilə danışırdım. Dedi ki, necə olacaqsa olacaq da. Sən niyə bu qədər fikir edirsən? Birinci növbədə heç nə olan deyil, amma olsa da bu qədər pis olmağa dəyməz. Bu xasiyyətimi əlimdə olsaydı tərk eləyərdim, amma alınmır, uşaqlıqdan belə insanam. Hər bir xırda şeyi özümə dərd edirəm. Başqa şeyə fokuslana bilmirəm. Xırda bir şey böyük bir problem kimi gözümə gəlir. Amma hər nə, bugün hər şey yaxşı oldu, şükür Allaha. Bugünlük bu qədər. Çox sağ olun ki, videonu axıra qədər izlədiniz. Sizi çox sevirəm. Bir də ki, belə hazır vəziyyətində öz şkafımı göstərmək istəyirəm sizə. Gərək bu şalvarı sırası qatdalayıb mən maşına qoyum. Çünki biz dəyişmişik Fatimə ilə, bu şalvarı ona verəcəm. Bu şalvar isə mənim oldu. Yadımdan çıxmasın deyə gərək bunu qatdalayım, aşağıda maşına qoyum. Şalvarlarım bu qədər. Bir qızı görmüşəm TikTokda, rus bir blogerdir. Siz təsəvvür edin. Bu boyda yalnız şalvarlardır bunun. Sonra aşağıdan bir dənə şey var. Orada yalnız ətəklər. O qədər qızın paltarı var. Təsəvvür edin, bir otaq tam full paltarlarla doludur. Neçə gündür onu izləyirəm. O qədər xoşuma gəlir. Mama da deyir ki, ona baxmam. Yoxsa sən də o qədər alasan.